Deməli, Razi müəllim, çox maraqlı oldu ki, Cənab Prezident 3 dəfə bizim kənddə olubdu. Deməli, 2009-da, 2005-də və 2011-ci ildə və deməli, bu təzə Covid qutaranması 2020-ci ildə Müqəddəs Meyramanın kilsəsinin açılışda iştirak elədi. Burada bir küçədə bir Cənab Prezidentə aid oldu. Deməli, küçələrdə çox maraqlı bir, deməli, bizim cəmaat üçün əsas oldu ki, bizə böyük dəstək oldu. Xüsusilə Meyramanın kilsəsinin açılışına bağlı. Və bizlə, icma ilə görüşdü, görürsünüz, cəmaatla görüşdü. Və maraqlıdır ki, bu mədəni irsin, o həmişə Qarabağdır olan ki, bu kilsələrin dini varisləri bugün Alban udilərdir. Və biz də sözsüz bu Alban kilsəsinin Azərbaycanın dirçəliş prosesində ciddi addımlar edik. Deməli, dini xadimlər hazırlayırıq yavaş-yavaş. Çünki bu böyük bir proses, uzun bir prosesdir. Bizim deməli kilsənin faktiki erməni kilsəsi tabiçinə veriləndən sonra o 1836-cı ildə Çar Nikolay II deməli Nikolay I deməli fərmanı oldu, əsasnamə oldu və bütün Azərbaycan ərazisində xanlıqda olan kilsələr birbaşa erməni kilsəsinin tabiçinə verildi. Amma orada yeganə bir icma idi ki, bu Alban dillər bizdə özünü müdafiə etmək üçün hal-hazırda bəli. Amma bunu siz yaşadığınız icma şəklində də Qəbələnin Nic kəndində, Nic qəsəbə statusu almışdır. Qarabağda nə qədər kilsə var? Bəli, Qarabağda ümumiyyətlə Azərbaycanda 200-dən çox belə kilsə. 200-dən çox Alban kilsəsi var. Bəli, bəli. 35 dənə kilsə Kəlbəcərdə, 65 dənə məsəl Xocavəndədir. Bu çox Xocavənddə daha çox kilsələr var, Alban kilsələr var. Dini ibadət Alban əlifbasının əsasındadır. Bu Alban əlifbası görürsünüz tapılıb şeydə deməli. Bu da Albanian Palimpsest Alexis from Sinai. Azərbaycan müstəqillik qazanan sonra bu boyda biz tədbirlər keçirmişik Azərbaycanda. Çox zəngin bir sərgidir burada. Bütün burada görülən işlərin hamısında əyani bu şəkillərdə sübut edir, göstərir. Deməli, bu bayramlardır, beynəlxalq tədbirlərdir ki, beynəlxalq tədbirlər tək xaricdə yox, Azərbaycanda. Ben bu tədbirlərin bir çoxunda olmuşam burada. Qarabağda prosesindədir, Qarabağda olan bizim məsələşəndə. Biz burada demək 9 markaları günü gələcəydik. Burada hərbi hissə var orada demək. Siz orada qeyd elədiyiniz həmin o Xudavəng və onun aşağısında burada oturmusunuz qeyd edirsiniz. Orada zamanda ermənilər oradaydılar. Bax, biz görüşümüz, mən Qarabağ məsələsini orada açıqladım, mən bir görüşüm oldu, 5 dəqiqəlik var belə. Görürsünüzmü? Alban xaçı, görürsünüzmü? Bu qalıb, qəbirlərdə qalıb. Qəbirlərdə bu Alban xaçıdır. Bəli, o qalıb. Amma görürsünüz erməni xaçı üstünüzə eləyiblər. Bunu artıq görürsünüz, bunu demək. Bunun üzərində iş aparıblar, erməniləşdiriblər. Kilsələrdə görmürük, amma qəbirdaşlarda görürük. Qəbirdaşlarında qalıb. Alban kilsəsinin öz ərazisi, nə qədər dövlətin ərazisi olubdur, coğrafi ərazisi olubdur, kilsənin də əraziləri olubdur. Bu ərazilərə nə katoliklər girir, sadəcə Çar Rusiyası, Qafqaz işğal edilən ermənilər şiş əraziləri. Çox gözəl. Prezidentin sözünü gördünüzmü? Bu bizim gəldik həmin abidəmizdir. Udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Udilər Alban kilsəsinin birbaşa dini varisləridir. Bununla da nöqtə. Nöqtə.